Federasiyasının təşkilatçılığı ilə Avropa çempionatı keçirilib. Turnirdə iştirak edən təmsilçilərimiz vətənə medallarla qayıdıb. Əməkdaşlarımız milli komandanın məşqində iştirak edərək qaliblərlə həmsöhbət olub. Serbiyanın Belqrad şəhərində keçirilən IMMAF Avropa çempionatında ölkəmiz 25 idmançı ilə təmsil olunub. Gərgin keçən döyüşlərin sonunda təmsilçilərimiz 4'ü qızıl, 1'i gümüş və 2'si bürünc olmaqla ümumilikdə 7 medal əldə edib. Komandanın baş məşqçisi Fariz İsmailov yarış haqqında bunları deyib. Mənim komandamla Nurəddinli Zeynal 57 kilo çəki dərəcəsində Avropa çempionu oldu və Hüseyn isə bürünc medal mükafatçısına layiq görüldü və buna baxmayaraq mən öz komandama təşəkkürümü bildirirəm. Getdik, vətənə layiqincə təmsil elədik və vətənə medalla qayıtdıq. 57 kiloqram çəki dərəcəsində qitə çempionu olan Zeynal Nurəddinli və 52 kiloqramda bürünc mükafata sahib çıxan Hüseyn Hüseynov təəssüratlarını bölüşüblər. Onlar həmçinin qarşıdakı yarışlara ciddi hazırlaşdıqlarını da vurğulayıblar. Yarış çox güclü yarış idi, çox yaxşı keçirilmişdi. Biz də bu yarışı bilirdik əvvəlcədən. Ona görə səhər-axşam məşqlərimiz davam edirdi. Güclü hazırlaşmışdıq. Fariz müəllimə də çox təşəkkürümüzü bildiririk ki, bizi bu yarış həm psixoloji cəhətdən, həm fiziki cəhətdən yaxşı hazırlaşdırmışdı. Şükür Allaha getdik, vətənə əli boş qayıtmadıq, medalla qayıtdıq. 3-cü yerə çıxdım, yarım finalda görüşü dayandırdım. Xal hesabı ilə bir xalla məğlub oldum. Ancaq buna da şükür, inşallah qabaqda dünya çempionatımız var, ona daha yaxşı hazırlaşıb, daha yaxşı nəticə ilə qayıdacaq. Qeyd edək ki, yarışda ümumilikdə 30 ölkədən 1000-dən çox idmançı iştirak edib. Medal sayına görə isə Azərbaycan komandası turniri 5-ci sırada tamamlayıb.